Bu gördüyünüz ərazi deməli Bakı şəhəri Binə Savxoz Quşçuluq gedir. Əvvəllər bura binənin ərazisi sayılıb. Sonradan bizə dedilər ki, kənd sovetindən ki, xeyr, bura artıq Hövsana verilib, Hövsan ərazisi hesab olunur. Deməli, mən bu görünən hasar ki var, həmin hissəyə keçməliyəm, həmin tərəfə keçməliyəm. Bizim yaşadığımız ev orada yerləşir. Ora keçmək üçünsə mənim iki yolum var. Deməli, yolun biri buradır, bu körpünün altıdır. Ən optimal, ən qısa yoldur ki, mən həmin körpünün altı ilə keçə bilərəm Məhliyə. Və yaxud da bu qarşıda gördüyünüz uzun bir yoldur ki, bu gedir Türkana çıxır. Deməli, buradan maşınla yol svetoforsuzdur, sürətli yoldur, 90-100 arasıdır sürəti. Buradan həmin Kuruqa çatmaq üçün mən sürətlə 10 dəqiqəyə getməliyəm və təzədəndən 10 dəqiqə qayıdıb həmin bu hissəyə girməliyəm, o hasar görünən hissəyə. Və yaxud da mən indi göstərəcəm sizə, bu körpünün altına keçməliyəm. Bu körpünün altından keçmək isə olduqca qəliz və çətin bir məsələdir. Yol dəhşət, bərbad vəziyyətdədir. Mən indi körpünün altını göstərəcəm sizə. Körpünün altından keçəndə hər dəfə bir dənə maşın sıradan çıxır. Hətta orada mən özüm şəxsən keçən il noyabr ayında batmışam, həmin gölə batmışam. Yəni keçmək mümkün deyil. Ora göllə dolur, maşın da ora girəndə, yəni yolları da göstərirəm necə bərbad vəziyyətdədir. Maşın da ora girəndə mütləq şəkildə gölə batan hissə sıradan çıxır. Bu həmin yoldur, yolun hələ başlanğıcıdır. Yolun başlanğıcı bu vəziyyətdədir. Çox bərbad, çox pis bir vəziyyətdir. Yəni bütün çala çuxurdur. Yəni gördüyünüz kimi. Bu isə həmin körpünün altıdır. Bu dəfə su biraz azdır. Yəni buradan keçmək həqiqətən çox çətin məsələdir, çox. Mən indi buradan keçəcəm və buranın vəziyyətini göstərəcəm ki, bura nə qədər bərbad bir vəziyyətdədir. Biz sadəcə olaraq bura baxan, bilmirəm, Binə qəsəbəsidir, yoxsa Hövsan qəsəbəsidir. Mən buranı göstərmək istəyirəm. Deməli, icra hakimiyyəti, bilmirəm hansı icra hakimiyyəti, hansı kənd soveti bura baxır. Mən bunu göstərirəm yerdən də. Bura yağış hələ yağmır, neçə gündür bu vəziyyətdədir. Yəni biz bu vəziyyətdə hər gün evə getməliyik. Və yaxud da biz getməliyik Türkana, fırlanmalıyıq, gəlib girməliyik Hövsan Savxoz Quşçulara. Mən bura baxan icra hakimiyyətindən, kənd sovetindən xahiş edirəm artıq dərəcədə ki, bu yollara bir nəzər yetirsinlər. Burada neçə ailə yaşayır. Yəni təkcə mən deyiləm, təkcə mənim ailəm burada yaşamır. Burada yüzlərdən ailə var və biz il boyu yağış yağdısa bu vəziyyətdə, hətta bundan da ağır vəziyyətdə evə getməli oluruq. Yəni artıq dərəcədə bir vətəndaş kimi xahiş edirəm. Buradan keçən hər bir vətəndaşdan da xahiş edirəm ki, hərə heç olmasa bir dəfə ki, paylaşsın bu yolun vəziyyətini ki, bəlkə bizim səsimiz yuxarılara çatar və burada yaşayan sakinlərə əlac qılına, bir kömək olma. Və biz gəlirik, yenə deyirəm, neçə gündür yağış yağmır, quraqlıqdır. Onunla belə mən bu kəndin, yəni keçid yolunu göstərirəm sizə. Yollar bu vəziyyətdədir. Yəni tək ora deyil, yəni göründüyü kimi, baxın vəziyyət budur, acınacaqlıdır və həqiqətən deyirəm, mən bunu bilsəm yağışda çəkərdim. Quru havada neçə gündür mən burayla keçmirəm ki, maşın batmasın. Yağış yağmır, havalar quruyub, yəni mən buradan keçib buranın vəziyyətini göstərərəm ki, biz bu vəziyyətdə yol gedirik hər gün. Hər gün bizim vəziyyətimiz budur. Ya maşın gölə batıb sıradan çıxmalıdır, ya biz hər gün 20 dəqiqə Türkan yoluna gedib o Kuruqdan dönüb təzədən Binə Savxoz Quşçulara girməliyik. Artıq dərəcədə bütün şoferlərdən xahiş edirəm, artıq dərəcədə. Hər keçən heç olmasa buranı bir dəfə çəksin, bəlkə səsimiz icra hakimiyyətinə, kənd sovetinə və ya bəlkə prezidentə və daha yəni, nazirlərə, nə bilim, bilmirəm kimə. Kiməsə çata və onlar bizə kömək eləyir ki, bu yol bir düzəlsin, bir əncam qılınsın bu yola.